Bəzən bir millətin taleyi bir tarixə sığır. Azərbaycan üçün o tarix 28 maydır. 1918-ci ilin 28 mayında bütün çətinliklərə, təzyiqlərə və siyasi qarışıqlığa baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, sadəcə yeni bir dövlətin qurulması yox, eyni zamanda əsrlərlə özgələrinin hökmü altında yaşayan bir xalqın öz taleyinə sahib çıxması idi. O gün Bakının küçələrində görünməyən, amma hər kəsin ürəyində hiss olunan bir qürur vardı. Çünki illər sonra ilk dəfə idi ki, bu torpağın sahibi öz dövlətini qurduğunu bütün dünyaya elan edirdi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Amma o 23 ay bir əsrə sığmayan tarix yazdı. Şərqdə ilk demokratik respublika quruldu. İnsanlara dinindən, milliyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bərabər hüquqlar verildi. Qadınlara seçmək və seçilmək hüququ tanındı. Təhsilin, azad düşüncənin, milli ordunun və dövlətçilik ənənələrinin təməli qoyuldu. Bu xalq dünyaya göstərdi ki, azadlıq onun xarakterində var. Sonra illər keçdi. Bayraq indi. Amma istiqlal arzusu heç vaxt sönmədi. Çünki bəzi ideyalar kağız üzərində yox olmur. Bunlar xalqın yaddaşında yaşayır. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa edəndə əslində yarımçıq qalan bir tarix davam etdirildi. 2020-ci ildə qazanılan zəfərlə isə həmin müstəqillik daha da möhkəmləndi. Bugün Azad Qarabağda dalğalanan üçrəngli bayraq təkcə qələbənin yox, həm də 28 may ruhunun təntənəsidir. Çünki müstəqillik sadəcə sərhəd deyil, müstəqillik ana dilində danışa bilməkdir, öz bayrağını ucalda bilməkdir, öz tarixini yazmaqdır. Ən əsası isə başını dik tutub bu vətən mənimdir deyə bilməkdir.